Hamıya salam. Bugünkü videoda 6-cı sinif riyaziyyat dərsindən 1-ci yarımil üzrə ümumiləşdirici tapşırıqların izahını paylaşacağam. Bundan əvvəlki videolarda 1-dən 30-a qədər olan sualların izahını paylaşmışdım. Bu videoda isə qalan sualların izahını paylaşacağam. Keçək izaha. 31-ci sual. Təpələri verilmiş nöqtələrdə olan fiqurun sahəsini tapın. İlk öncə verilmiş nöqtələri koordinat sistemində təsvir edək. Koordinat sistemini təsvir elədim, nöqtələri isə həmin koordinat sistemində qeyd elədim. Belə bir şəkil alındı. Baxsaq görərik ki, bu düzbucaqlı üçbucaq fiqurudur. A, B, C, B təpəsi düzbucaqdır. Bizə bu fiqurun sahəsini tapmaq lazımdır. Düzbucaqlı üçbucağın sahəsini tapmaq üçün katetlərin hasilinin yarısını hesablamaq lazımdır. Baxaq, AB katetinin uzunluğunu tapaq. Bura 3-dür, bura 5-dir. Deməli, AB tərəfi ümumi uzunluğu olacaq 8. BC-ni hesablayaq. Bura 2-dir, çünki burada mənfi 2 var idi. Buradakı məsafə 2 olur. Bura isə 6-dır. Bura 2 oldu, bura 6. Cəmi olacaq 8. İndi B variantında verilən nöqtələri koordinat sistemində təsvir edək. Verilmiş nöqtələri koordinat sisteminə qeyd etdik. Göründüyü kimi alınan fiqur kvadratdır. Kvadratın sahəsini necə tapırdıq? S bərabərdir tərəflərin hasili. Kvadratın tərəfini tapaq. Bu məsafə 5-ə bərabərdir. 1, 2, 3, 4, 5. Bu məsafə isə 2-yə bərabərdir. Çünki 2 xana var. Deməli, kvadratın tərəfi olacaq 7. Sahə necə taparıq? 7 vurulsun 7. Doğru cavab olur 49. 32-ci suala baxaq. Düzbucaqlı paralelpetin tilləri 8, 9 və 3 vahiddir. Həcmi bu düzbucaqlı paralelpetin həcminə bərabər olan kubun tili neçə vahiddir? İlk növbədə paralelpetin həcmini hesablayaq. V bərabərdir A vurulsun B vurulsun C. Yəni 8 vur 9 vurulsun 3. Bunun cavabı olacaq 216. Kubun həcmi necə tapırdıq? V kub bərabərdir A-nın kubuna. Yəni kubun bir tilinin kubuna bərabərdir. A-nın kubu bərabər olmalıdır 216-ya. A kubu bərabərdir 216-nı 6-nın kubu şəklində yazsaq, A-nın qiyməti bərabər olacaq 6-ya. Deməli, kubun tili 6-ya bərabər olur. 33-cü sual. Hardy-Ramanujan ədədi. 1729 ədədi Hardy-Ramanujan ədədi adlanır. Ramanujana görə 1729 ədədi iki müxtəlif üsulla fərqli iki ədədin kubları cəmi kimi göstərilə bilən ən kiçik ədəddir. Belə ki, həmin ədəd belə göstərilə bilər. Birinci bərabərlik, ikinci bərabərlik. Boş xanalara uyğun ədədləri tapın. Bunu adi tənlik kimi hesablayacağıq. İlk öncə bu hissəni hesablayaq. 12-nin kubu üstəgəl x-in kubu bərabərdir 1729. 12-nin kubu 1728-ə bərabərdir. Üstəgəl x kubu bərabərdir 1729. Buradan x kubunu tapaq. X kubu bərabərdir 1729 çıxılsın 1728. X-in kubu bərabər olur 1-ə, x bərabər olur 1-ə. Birinci boş xanaya uyğun olan ədəd 1 oldu. İndi ikincini hesablayaq. 9-un kubu üstəgəl x-in kubu bərabərdir 1729. 9-un kubu 729-a bərabərdir. Üstəgəl x kubu bərabərdir 1729. X kubu bərabərdir 1729 çıxılsın 729. X kubu bərabərdir 1000. X bərabər olacaq 1000-i onun kubu şəklində yazmaq olar. Deməli, x nəyə bərabər olacaq? 10-a.
ikinci boşxanaya uyğun olan ədəd olur 10. 34-cü sual. Fransız riyaziyyatçısı Polignac belə bir təklif irəli sürmüşdü. İstənilən tək ədədi, 2-nin qüvvəti və bir sadə ədədin cəmi şəklində göstərmək olar. Məsələn, 75-i 2 üstündə 6 və 11-in cəmi şəklində yazıb. 127 ədədini bu cür göstərmək olarmı? Bu sualı həll etmək üçün ilk növbədə 127-dən kiçik hansı ədədlər 2-nin qüvvəti şəklində göstərilə bilər? İlk öncə onu yazaq. Yəni 2-nin qüvvətləri. 2 üstündə 1, 2, 2 üstündə 2, 4, 2 üstündə 3, 8, 16, 32, 64, 128. Amma 128 127-dən böyükdür deyənə bunu götürmürük. İndi isə yazaq. 127 bərabərdir 2 üstündə 1, ilk növbədə buradan başlayaq. 2 üstündə 1, üstəgəl 125. Adi tənlik kimi yazırıq. 2 üstündə 1, 2 edər. 127-dən 2 çıxanda 125. 125 sadə ədəd deyil. Deməli, bu şərti ödəmir. İkinciyə baxaq. 127 bərabərdir 2 üstündə 2, üstəgəl 2 üstündə 2, 4 edər. 127-dən 4 çıxanda 123 edər. 123 sadə ədəd deyil. Deməli, bu da şərti ödəmir. 127 bərabərdir 2 üstündə 3, üstəgəl 2 üstündə 3, 8 edər. 127-dən 8 çıxanda 119 edər. 119 da sadə ədəd deyil, çünki 7-yə bölünür. Bu da şərti ödəmədir. 127 bərabərdir 2 üstündə 4, üstəgəl 111. 2 üstündə 4, 16 edər. 16 ilə də 111-in cəmi 127 edər. Amma 111 də sadə ədəd deyil. 127 bərabərdir 2 üstündə 5, üstəgəl 2 üstündə 5, 32 edər. 32-nin üstünə 95 gəlsə 127 edər. Amma 95 sadə ədəd deyil. Yerdə bir variant qalır. 127 bərabərdir 2 üstündə 6, üstəgəl 63. 2 üstündə 6, 64 edər. 64 ilə 63-ün cəmi 127 edər. Amma 127 sadə ədəd deyil. Bu da şərt ödəmir. Deməli, 127 ədədini bu üsulla göstərmək olmaz. 35-ci suala baxaq. Flaşmob zamanı uşaqlar hər sıraya 4 nəfər düzüldükdə 2 nəfər, hər sıraya 5 nəfər düzüldükdə isə 3 nəfər artıq qalır. Uşaqlar hər sırada 6 nəfər düzüldükdə heç kim kənarda qalmır. Flaşmobda ən azı neçə şagird iştirak edir? 6 nəfər düzülsə, heç kəs kənarda qalmır. Deməli, şagirdlərin sayı 6-ya tam bölünən ədəddir. 6-ya tam bölünən ədədləri yazaq. 6, 12, 18, 24. Hələ ki, bunları yazaq. İndi isə 4-ə böləndə və 5-ə böləndə alınan qalıq 2 və 3-ə bərabərdirsə, həmin ədədi seçirik. 6-nı 4-ə böləndə qalıqda 2 qalır. 1, qalıq 2. Birinci şərt ödənir. Amma 6-nı 5-ə böləndə 1, qalıq 1 qalır. Bizə isə qalıq 3 lazımdır. 5-ə bölünəndə qalıqda 3 alınsın. Deməli, 6 şərti ödəmir. 12-yə baxaq. 12 bölünsün 4. 3, qalıq qalmır. Deməli, 12 şərti ödəmir. 18-ə baxaq. 18 bölünsün 4 bərabərdir 4, qalıq 2. Birinci şərt ödəndi. 18 bölünsün 5, 3, qalıq 3. İkinci şərt ödəndi. Deməli, flaşmobda ən azı 18 şagird var. Daha 24-ü yoxlamaq lazım deyil, çünki bizdən azı soruşur. 36-cı suala baxaq. Buğda və arpa əkilən sahələr 9/5, arpa və çovdar əkilən sahələr isə 5/2 nisbətindədir. Buğda əkilən sahə çovdar əkilən sahədən 14 hektar çoxdur. Hər biri nə qədər sahədə əkilib? Birinci bu hissəyə baxaq. Buğda və arpanın nisbəti 9/5-dir. Buğda olsun 9x, arpa olsun 5x. Arpa və çovdar əkilən sahələr isə 5/2-dir. Burada da arpa 5-dir. Burada da arpa 5-dir.
Deməli, təkrardan 5x yazmaq lazım deyil. Çovdar olacaq 2x. Göründüyü kimi arpaların sayı bərabərdir. Deməli, ümumi nisbətlər də bir-birinə bərabər olur. Ona görə də bunu yazmasaq da olar. İndi baxaq. Buğda əkilən sahə çovdar əkilən sahədən 14 hektar çoxdur. Buğda əkilən sahə 9x-dir. Çovdar əkilən sahə isə 2x-dir. Bunların fərqi 14-ə bərabərdir. 7x bərabərdir 14. X-in qiyməti olur 14 bölü 7. 2. Hər bitki nə qədər sahədə əkilib? Buğda, arpa və çovdar. Buğda 9x-dir. 9-u 2-yə vururuq 18. Arpa 5x-dir. 5-i 2-yə vururuq 10. Çovdar 2x-dir. 2-ni 2-yə vururuq 4. Deməli, buğda 18 hektar, arpa 10 hektar, çovdar isə 4 hektar sahədə əkilib. 37-ci sual. Aynur 5,1 km məsafə qət etdikdə 210 kilokalori itirir. Onun getdiyi yol ilə itirdiyi kilokalori düz mütənasibdir. Aynur 10,2 km yol qət etdikdə neçə kilokalori itirər? Deməli, 5,1 km məsafə qət edib və 210 kilokalori itirib. Şərtdə vurğulayır ki, bunlar düz mütənasib asılıdır. 10,2 km yol qət etsə, neçə kilokalori itirər? Baxaq. Düz mütənasib aslı kəmiyyət nə deməkdir? Biri neçə dəfə artırsa, digəri də həmin qədər artmalıdır. 5,1 idi, sonra 10,2 oldu. Deməli, bu 2 dəfə artdı. Bu da 2 dəfə artmalıdır. Onda doğru cavab olacaq 210 vurulsun 2. Yəni 420 kilokalori. Digər üsulla isə tənasüb yolu ilə tapa bilərik. Yəni çarpaz vurmaqla. 5,1 vur x bərabərdir 210 vurulsun 10,2. Hər tərəfi 5,1-ə bölsək, burada 2 qalar. X-in qiyməti olacaq 420. Bu da tənasüb yolu ilədir. 38-ci suala baxaq. İlin əvvəlində sinifdə 10 oğlan və 20 qız təhsil alırdı. İl ərzində oğlanların sayı 5 nəfər artdı və qızların sayı 25% azaldı. İlin sonunda oğlanlar sinifin neçə faizini təşkil etdi? Gəlin yazaq. Əvvəl 10 oğlan var idi, 20 qız var idi. İl ərzində oğlanların sayı 5 nəfər artdı. Oldu 15. Qızların sayı 25% azaldı. 20-nin 25%-ni tapmalıyıq. Bölünsün 100 bərabərdir. Bunlar ixtisar gedir. 4 qalır. 20 bölü 4, 5. Deməli, 5 qız azaldı. Oldu 15 qız. İlin sonunda oğlanlar sinifi neçə faizini təşkil etdi? 15 oğlan var. Cəmi isə 30 şagird var. Neçə faizini təşkil etdi bunu tapmaq üçün oğlanların sayını sinifdə olan ümumi şagirdlərin sayına bölüb 100%-ə vurmaq lazımdır. 100-ü 2-də 1-ə vuranda cavab olur 50%. 39-cu sual. Ekoloqlar dənizdə neft quyularının yaxınlığında suyun səthinin çirklənməsini aradan qaldırmaq üçün tədbirlər gördülər. Bir müddətdən sonra çirklənmiş səthin sahəsi 24 hektardan 15 hektara qədər azaldı. Çirklənmiş su səthinin sahəsi neçə faiz azaldı? Əvvəl 24 hektar idi, sonra 15 hektar oldu. İlk öncə 24-dən 15 çıxaq və görək ki, nə qədər azalıb? 9 hektar. 9 hektar azalıb. Əvvəl neçə idi? 24. Vururuq 100%-ə. Bərabərdir. 3-ə bölürük 3, 3-ə bölürük 8. 300 bölünsün 8 bərabərdir. 37,5%. 40-cı sual. Tərs mütənasib asıllığın qrafikinə əsasən A və B nöqtələrinin koordinatlarını tapın, uyğun düsturu yazın, qrafik üzərində absisi 8 olan nöqtənin ordinatını tapın. Bilirik ki, tərs mütənasib asıllığın düsturu y bərabərdir k bölünsün x-dir. Bunu əvvəlki tapşırıqların izahında da bildirmişdim.
Yəni K burada sabitdir. Tərs mütənasib aslı cəmiyyətlərin hasili sabit olur. İndi isə qrafikə əsasən A və B nöqtələrinin koordinatlarını tapaq. A nöqtəsinin koordinatı 1 və 8-dir. 1, 8. B nöqtəsinin koordinatı isə 2 və 4-dür. 2, 4. Uyğun düsturu yazaq. Düsturu yazmaq üçün bizə K-nın qiyməti lazımdır. K-nın qiymətini tapmaq üçün isə X və Y-in hasilini hesablamaq lazımdır. K bərabərdir. A nöqtəsinin koordinatına əsasən 1 vurulsun 8. 8. B nöqtəsinin koordinatına əsasən yenə eyni olacaq. 2 vur 4. 8. K-nı tapdıq. İndi uyğun düsturu yazaq. Y bərabərdir. 8 bölünsün X. Düsturu yazdıq. Qrafik üzərində absisi 8 olan nöqtənin ordinatını tapın. Absis nədir? X. X koordinatı 8-dir. Bizə Y lazımdır. Burada Y-i necə tapırıq? 8 bölünsün X. Yəni 8. Y koordinatı da olur 1. Deməli, qrafik üzərində absisi 8 olan nöqtənin ordinatı 1-ə bərabərdir. 8, 1 nöqtəsi. 41-ci sual. İlin hansı fəslini ən çox sevdikləri haqqında sorğuda 90 şagird iştirak etdi. Onların 20% yay, qalanları 50% isə yaz fəslini qeyd etdi. Payız və qış fəslini seçənlərin sayları 5/4 nisbətində oldu. Hər fəsli neçə nəfər qeyd etdi? Tapaq. Onların 20% yay. Yay bərabərdir 90-ın 20%. 90 vurulsun 20 bölünsün 100. Olur 18. Deməli 18 nəfər yayı qeyd edib. Qalanların 50%. 90 nəfər var idi. 18-i yayı qeyd edib. 90-dan 18 çıxırıq. 72 nəfər qalır. Qalanların 50%. Yəni 72-nin 50%-i yaz fəslini qeyd edib. Yaz bərabərdir 72-nin 50%. Burada 2 qalır. 72-ni 2-yə bölürük. 36. Payız və qış fəslini seçənlərin sayları 5/4 nisbətində oldu. Deməli, 18 nəfər yayı seçdi, 36 nəfər yazı seçdi. Baxaq, nə qədər adam payız və qış fəslini seçib. Bunun üçün 90-dan 18 və 36-nın cəmini çıxmalıyıq. 90 çıxılsın. 54 bərabərdir 36. Deməli 36 nəfər payız və qış fəslini seçib. Bunların da sayları nisbəti 5/4-dür. 5K üstəgəl 4K cəmi olur 36. 9K bərabərdir 36. K-nın qiyməti olur 36/9. Yəni 4. Payız fəslini seçənlərin sayı 5K idi. Yəni 5 vurulsun 4. 20. Qış fəslini seçənlərin sayı isə 4K idi. Yəni 4 vurulsun 4. 16. Sualda nə soruşur? Hər fəsli neçə nəfər qeyd etdi? Yay fəslini 18 nəfər, yaz fəslini 36 nəfər, qış fəslini 16 nəfər, payız fəslini isə 20 nəfər qeyd etdi. 42-ci sual. Tərkibində 30% şəkər olan 200 qram məhluldan müəyyən vaxtda 50 qram su buxarlandı. Qalan məhlulun tərkibində şəkər neçə faiz təşkil edər? Məhlulun kütləsi 200 qramdır. Tərkibində 30% şəkər var. Deməli, şəkərin miqdarını tapmaq üçün 200-ün 30%-ni tapmalıyıq. 200 vur 30 böl 100. Deməli, 60 qram şəkər var. Nisbət şəklində yazaq. 60 qram şəkər, 200 qram da məhlul. Müəyyən vaxtda 50 qram su buxarlanır. Su buxarlananda məhlulun kütləsi azalır. Amma şəkərin kütləsi dəyişmir. Ona görə də yuxarıda heç nə yazmırıq, amma aşağıdan 50-ni çıxırıq. Bunu da vururuq 100%-ə, çünki bizdən cavabı faizdən soruşur. 60 bölünsün 150
vurulsun 100 bərabərdir. 3'ə bölürük 2, 3'ə bölürük 5. Bunları da ixtisar aparsaq, 2 vurulsun 20. Cavab 40% olacaq. 43-cü sual. Badambura içiliyi üçün badam və şəkər tozu 8/7 nisbətində qarışdırılır. 1 kiloqram badam 7 manata, 1 kiloqram şəkər tozu isə 2 manatadır. 3 kiloqram badambura içiliyi hazırlamağa sərf olunan badam və şəkər tozu üçün nə qədər pul ödəmək lazımdır? Yazaq. Badamı 8K ilə işarə eləyək. Şəkəri isə 7K ilə işarə eləyək. Bunların cəmi 3 olmalıdır. 3 kiloqram. 8K üstəgəl 7K bərabərdir 3. 15K bərabərdir 3. K'nın qiyməti olacaq 3 bölünsün 15. Yəni 0,2. İndi baxaq ayrı-ayrılıqda neçə kiloqram badam və şəkər tozu istifadə olunub. K'nı 0,2 tapdıq. Badamı tapmaq üçün 8-i vururuq 0,2-yə. Olur 1,6 kiloqram. Şəkər tozu isə 7 vur 0,2, yəni 1,4 kiloqram istifadə olunub. İndi isə bizə bunların qiymətləri lazımdır. 1 kiloqram badam 7 manatdır. Onda 1,6 kiloqramın qiyməti olacaq 1,6 vurulsun 7. Bunun cavabı olacaq 11,2 manat. 1 kiloqram şəkər tozu 2 manatdırsa, 1,4 kiloqram şəkər tozunu tapmaq üçün 1,4'ü 2'yə vurmaq lazımdır. 2,8 manat. Bizdən soruşur ki, nə qədər pul ödəmək lazımdır? Bunları toplayaq. 11,2 üstəgəl 2,8 bərabərdir 14 manat. 44-cü sual. Bağçadakı qızılgül kollarının sayı ilə zambaqların sayı 2/3 nisbətindədir. Qızılgül olsun 2K, zambaq olsun 3K. Bağçada qızılgül kollarının sayı 10 olarsa, neçə zambaq var? 2K 10'a bərabərdir. K'nın qiyməti neçə olar? 10 bölünsün 2, yəni 5. Zambaq neçə olar? 3 vurulsun 5, 15. Neçə zambaq var? 15. Bağçada əlavə bir neçə qızılgül kolu da əkildi. Bundan sonra qızılgül kollarının sayı ilə zambaqların sayı 4/5 nisbətində oldu. Əlavə neçə qızılgül kolu əkildi. Əvvəl 10 dənə qızılgül, 15 dənə zambaq var idi. 10 bölünsün 15 nisbətində idi. Daha sonra bir neçə qızılgül kolu əkildi. Bunun üstünə x yazırıq. Bilmirik neçə dənə əkildi. Və bunların nisbəti oldu 4 bölünsün 5. Bu tənasübü həll eləmək lazımdır. Çarpaz vuraq. 15 vur 4 bərabərdir 5 vurulsun 10 üstəgəl x. 60 bərabərdir 50 üstəgəl 5x. 5x bərabərdir 60 çıxılsın 50 10. X'in qiyməti olur 2. Deməli, əlavə neçə qızılgül kolu əkildi? Cavab 2. 45-ci sual. Düzbucaqlı koordinat sistemində MNKP paralleloqramı ABCD paralleloqramından necə alınıb? Simmetriya yoxsa yer dəyişmə nəticəsində? ABCD paralleloqramına absis oxuna nəzərən simmetrik fiquru çəkin. Alınan fiqurun təpə nöqtələrinin koordinatlarını yazın. Baxaq. İkinci paralleloqram, yəni bu, buna simmetrik deyil. Çünki əgər biz bunu qatlasaq, o y oxuna nəzərən, bunlar üst-üstə düşməyəcək. Bunun sadəcə yerini dəyişiblər. Əvvəl buradaydı, daha sonra bir neçə vahid sağa sürüşdürüblər və yer dəyişmə nəticəsində ikinci paralleloqram alınıb. Birinci hissənin cavabı yer dəyişmə oldu. İkinci hissəyə baxaq. ABCD paralleloqramına absis oxuna nəzərən simmetrik fiquru çəkin. Alınan fiqurun təpə nöqtələrinin koordinatlarını yazın. Absis oxuna nəzərən, yəni OX oxuna nəzərən simmetrik fiquru çəkməliyik. D nöqtəsinə məsafə 1'dir. Deməli, burada simmetrik çəksək, burada da olacaq
-1. O x oxundan eyni məsafədə olmalıdır. C nöqtəsinə baxaq. C nöqtəsinə qədər olan məsafə 3-dür. Deməli, o x oxuna nəzərən qatlasaq, ona simmetrik olan nöqtə gəlib düşəcək bura. B nöqtəsinə qədər olan məsafə də 3-dür. Yenə də bunu qatlasaq, gəlib düşəcək bura. A nöqtəsinə qədər olan məsafə 1-dir. Bunu da qatlasaq, bura düşəcək. İndi bu nöqtələri birləşdirək. Belə bir paralelloqram alındı. İkinci çəkdiyimiz ABCD paralelloqramına simmetrik fiqurdur. Alınan fiqurun təpə nöqtələrinin koordinatlarını yazın. Bura olsun A'. A' koordinatı olacaq -1, -5. B' B-yə simmetrik olandır, yəni buradır. Koordinatı olacaq -4, -3. C' C-yə simmetrik olandır, yəni bura. Koordinatları olacaq -2, -3. D' isə D-yə simmetrik olandır, yəni bura. Koordinatları olacaq -3, -1. İkinci hissəni də cavabladıq.